Yəhya 7-ci fəsil. İsa Çardaqlar bayramına gedir. Bu hadisələrdən sonra İsa yalnız Qalileyada gəzirdi. Yahudi başçılarının onu öldürməyə çalışdıqlarına görə daha Yahudiyada gəzmək istəmirdi. Yahudilərin Çardaqlar bayramı yaxınlaşırdı. Qardaşları İsa'ya dedi, buradan çıxıb Yahudiyaya get ki, şagirdlərin də elədiyin işləri görsün. Çünki özünü məşhur eləməyə çalışan adam heç nəyə gizlicə eləməz. Sən bunları eləyirsənsə, özünü dünyaya tanıtdır. Çünki qardaşları da ona iman eləmirdi. Onda isə onlara dedi, mənim vaxtım hələ gəlməyib, sizin üçünsə hər vaxt münasibdir. Dünya sizə nifrət eləyə bilməz, amma mənə nifrət eləyir, çünki mən onun əməllərinin şər olduğuna şəhadət eləyirəm. Siz bayrama gedin, mənsə hələ vaxtım tamam olmadığı üçün bu bayrama getməyəcəyəm. İsa bu sözləri söylədikdən sonra Qalileyada qaldı. Amma onun qardaşları bayrama gedəndən sonra o da açıq yox, gizlicə bayrama getdi. Yahudi başçıları bayramda İsa'nı axtararaq, o hardadır, deyirdilər. Cəmaat arasında onun barəsində çoxlu dedikodu gəzirdi. Bəzisi yaxşı adamdır, başqaları isə xeyr, xalq aldadır, deyirdi. Lakin Yahudi başçılarının qorxusundan heç kəs onun barəsində açıq danışmırdı. Artıq bayramın yarısı keçəndə İsa məbədə gedib təlim öyrətməyə başladı. Yahudi başçıları buna heyrətlənib dedilər. Bu adam təhsil almadığı halda necə olub ki, savadlıdır? İsa da onlara cavab verdi. Öyrətdiyim təlim mənim deyil, məni göndərənindir. Kim onun iradəsini yerinə yetirmək istəyirsə, təlimimin Allahdan olduğunu, yoxsa özümdən söylədiyimi biləcək. Özündən söyləyən öz izzətini axtarır, lakin onu göndərənə izzət axtaran şəxs haqdır. Onda yalan olmaz. Qanunu sizə Musa vermədi mi? Amma heç biriniz qanuna əməl eləmirsiniz. Niyə məni öldürməyə çalışırsınız? Xalq cavab verdi. Səndə cin var. Kim səni öldürməyə çalışır? İsa onlara dedi. Mən bir iş gördüm və hamınız buna heyrətlənirsiniz. Musa sizə sünnət eləməyi buyurdu. Amma Musa yox, ata-babalarınız bunun əsasını qoydu. Siz şənbə günü də adamı sünnət eləyirsiniz. Musanın qanunu pozulmasın deyə şənbə günü adam sünnət edilir. Bəs şənbə günü bir adamı tamam sağaltdığıma görə mənə niyə qəzəblənirsiniz? Zahirə görə mühakimə eləməyin, ədalətlə mühakimə eləyin. İsa Məsihdirmi? Onda Yerusəlimlilərin bəzisi dedi, öldürməyə çalışdıqları bu deyilmi? Budur, o açıq danışır, amma ona bir söz demirlər. Bəlkə rəhbərlər doğrudan da onun Məsih olduğunu öyrəndilər. Amma bu adamın hardan olduğunu bilirik. Halbuki Məsih gələndə onun hardan olduğunu heç kəs bilməyəcək. İsa məbəddə təlim öyrədərkən nida eləyib dedi, doğrudan da məni tanıyırsınızmı? Hardan gəldiyimi bilirsinizmi? Mən özümdən gəlmədim, lakin məni göndərən haqdır. Siz onu tanımırsınız, mən onu tanıyıram. Çünki ondan gəlmişəm və o məni göndərdi. Bu sözlərə görə İsa'nı tutmağa çalışdılar, lakin heç kəs ona toxunmadı. Çünki vaxtı hələ çatmamışdı. Amma xalq arasından çoxu ona iman eləyib dedi, Məsih gələndə bu adamın elədiklərindən çox əlamət göstərəcəkmi? Fariseylər xalqın İsa haqqında belə dedikodu elədiyini eşitdilər. Başçı kahinlər və fariseylər onu tutmaq üçün mühafizəçilər göndərdi. İsa dedi, biraz müddət də mən sizlə olacağam, sonra isə məni göndərənin yanına gedəcəyəm. Siz məni axtarıb tapmayacaqsınız və mənim olacağım yerə gələ bilməzsiniz. Bunun cavabında Yahudilər öz aralarında dedilər, bu adam hara gedəcək ki, onu tapa bilməyəcək? Yunanlar arasında səpələnmiş Yahudilərin yanına gedib Yunanlara mı təlim öyrədəcək? Siz məni axtarıb tapmayacaqsınız və mənim olacağım yerə siz gələ bilməzsiniz sözü ilə nə demək istəyir? Bayramın sonuncu təntənəli günündə İsa qalxıb nida eləyərək dedi, kim susuyubsa yanıma gəlib içsin. Müqəddəs yazılarda deyildiyi kimi, mənə iman eləyənin daxilindən həyat suyu axan çaylar çıxacaq. Bunu ona iman eləyənlərin alacaqları ruh barədə söylədi. Ruh isə hələ verilməmişdi, çünki İsa hələ izzətlənməmişdi. Xalqın bir qismi bu sözləri eşidəndə, bu doğrudan da gəlməli olan Peyğəmbərdir, dedilər. Başqaları isə bu Məsihdir söylədi. Amma bəziləri dedilər, nə, Məsih Qalileyadan mı gəlir? Məyər müqəddəs yazılarda deyilmir ki, Məsih Davudun nəslindən, Davudun yaşadığı Betlexem kəndindən gəlir? Beləcə İsa barədə xalq arasında fikir ayrılığı oldu. Bəziləri onu tutmaq istədilər, amma heç kəs ona toxunmadı. Yahudi başçılarının imansızlığı.
Onda mühafizəçilər başçı kahinlərin və fariseylərin yanına qayıtdılar. Onlar mühafizəçilərdən niyə onu gətirmədiniz deyə soruşdular. Mühafizəçilər cavab verdilər. Hələ indiyəcən heç bir insan belə danışmayıb. Fariseylər onlara dedilər, yoxsa sizi də aldadıb. Gör bir rəhbər yaxud bir farisey ona iman elədimi? Bu qanunu bilməyən xalqa gəlincə onlar lənətə gəliblər. Aralarından biri bundan qabaq İsa'nın yanına gələn Nikodim onlara dedi, qanunumuza görə bir adama qulaq asmadan və neynədiyini bilmədən onu mühakimə eləmək doğrudurmu? Onlar Nikodimə dedi, bəlkə sən də Qalileyadansan. Araşdırsan, görərsən ki, Qalileyadan peyğəmbər çıxmaz. İsa və zinakar qadın. Bundan sonra hər kəs öz evinə getdi.